Həftənin bazar ertəsi saatlarımız 7:00 göstərir. Bu da deməkdir ki, Telesəhər efirdədir dəyərli tamaşaçılar. Yaxın 3 saat ərzində sizinlə mən Könül və əziz dəyərli həmkarım İskəndər olacaq ki, günün ən vacib aktual mövzularını diqqətinizə çatdıracaq. İskəndər, xoş gördük səni. Xoş gördük Könül, sabahınız xeyir olsun. Əziz və hörmətli Telesəhər tamaşaçıları, bazar ertəsidir. Hər birinizə xoş bir gün, xoş bir həftə arzu edirik. Nə planlarınız, nə niyyətləriniz, nə işləriniz varsa çalışın ki, elə həftə içi görəsiniz ki, həftə sonu artıq yalnız istirahət edəsiniz və yeri gəlmişkən fürsətdən istifadə edib yenidən hər birinizi Ramazan ayı münasibəti ilə təbrik etmək istəyərdim və bugün Ramazan ayının 5-ci günüdür. Bəli, və iftar saatı Bakı saatı ilə 18:39 qeyd olunur və çox zaman bu mübarək ayda belə bir sual meydana çıxır ki, Ramazan ayında toy etmək, ad günü keçirmək, ümumiyyətlə şənlik və korporativ tipli mərasimlər keçirmək nə dərəcədə düzgündür? Təbii ki, fikirlər bir mənalı formada olmur. Bəli, hər kəs öz yəni belə düzgün bildiyi əqidə ilə hərəkət edirlər. Amma bu istiqamətdə də bizim maraqlı bir sujetimiz var. Görəsən, restoranlarda, şadlıq evlərində ümumiyyətlə vəziyyət nə yerdədir? Vəziyyət yaxşı yerdə deyil. Çünki hər kəs hələ də düşünür ki, yox, Ramazan ayında toy, bayram etmək olmaz. Amma bayramdır. Bayram elə günlərində bayram etmək niyə də olmasın? Yalnız və yalnız sadəcə ora gələn qonaqları düşünmək lazımdır və onlar üçün yaxşı bir şərait qurmaq.